Deməli, fənlərarası əlaqə ümumi biologiyadan başlayaq. Birinci sualla başlayırıq. Bitki sortlarının və heyvan cinslərinin yaranma tarixi başlayır. Bitki sortu heyvan cinsidirsə, yəni insan edib də bunları. İnsandan sonra, insan əmələ gələndən sonra başlayır. Və biz burada bəndlərdə Avstralopitek görürük, Neandertal görürük, Pitekantrop. Yəni bunlar cins və sort süni seçmə etmirdi. Süni seçməni kim edirdi? Kramanyonlar, heyvanları əhəlləşdirməyə və əkinçiliklə məşğul olmağa başlayandan başladı bu proseslər. Sonra ikinci, insan orqanizmində ehtiyat halında toplanan karbohidrat. İnsanda ehtiyat halında karbohidrat toplanır. Amma görək hansı toplanır? Baxırıq saxaroza, xitin. Görürsünüz bunlar məsələn saxaroza bitkidədir. Xitin həşəratların xarici qatıdır. Selluloza bitkilərdə olur, nişasta bitkidə olur. Burada Y variantıdır glikogen. İnsan orqanizmi, yəni heyvanlar aləmində ehtiyat halında saxlanır glikogen. Qeyd edək ki, glikogen həm də göbələkçilər aləmində də, yəni heyvanlarla göbələklərin oxşar xüsusiyyəti hər ikisində ehtiyat halında toplanan glikogendir. Nümayəndələr arasında xemosintez edici orqanizm vardır. Müəllimlər, bakteriyaların, yalnız bakteriyaların götürün hətta. Yalnız bakteriyaların nümayəndələri arasında xemosintez var. Hətta belə deyirik, bakteriyalar 4 qidalanma formasının 4-ünü də göstərirlər. Nümayəndələrində həm fotosintez, həm də xemosintez edici nümayəndə var. Yenə də müəllimlər, bu xemosintez dediyinə görə bakteriyalardır. Buradan da götürürük B variantı 4-də. 5-ə baxırıq. Əksər meyvə ağacları mürəkkəb heterozigotdur. Hansı çoxalma üsulu bu bitkilərin faydalı əlamətlərini qoruyub saxlaya bilər? Əksər meyvə ağacları mürəkkəb heterozigotdur. Müəllimlər, heterozigot deyəndə genetikanı yadınıza salırıq. Böyük, kiçik hərfləri, yəni böyük ə, kiçik ə-dan istifadə edirik. Hansı çoxalma üsulu bu bitkilərin faydalı əlamətlərini qoruyub saxlaya bilər müəllimlər? Yəni, fərdin əlaməti nəslə doğru gedər. Bu vegetativ çoxalmadadır. Vegetativ çoxalma bu əlamətlərin qoruyub saxlanmasında faydalı ola bilər. Üzvü aləmin eyni mənşəli olmasını sübut edən dəlil hansıdır? Üzvü aləm eyni mənşəlidir deyirik, amma bunu hansı proseslə sübut edə bilərik? Baxaq, orqanizmlə ətraf mühitin önəmi yoxdur. Canlı təbiətdə əksər orqanizm bir hüceyrəvi quruluşa, canlı təbiətdəki əksər orqanizmlərin hüceyrəvi quruluşa malik olması, bax düzgün cavab budur. Yəni, orqanizmlər hüceyrəvi quruluşa malikdir, özü də əksəriyyəti, yəni viruslar çıxırıq. Bax, bu hüceyrə olduğuna görə üzvü aləm eyni mənşəlidir. Biz nə demişdik ki, bütün çox hüceyrəlilər də hətta bir hüceyrəlilərdən başlanğıc götürmüşdür, belə deyirik. Sonra aşağıdakı sxemdə 1, 2, 3 nömrəli boşluqlara uyğun gələn tripletlər sırasını müəyyən edin. Mənim, bu DNT-nin bir zənciridir, adenin, guanin, sitozin. DNT-nin burada ikinci zəncirini qurmaq yəqin ki, tapşırıb. Adenin, guanin, sitozinin qarşısında olacaq timin, sitozin, guanin. Timin, sitozin, guaninə baxaq görək hansı? Timin, sitozin, guanin. Timin, sitozin, guaninə uyğun gələcək. Timinin qarşısında adenin. Adenin, guanin, sitozin və nə istəyirdi? Nəqliyyat elintezi. Adenin, guanin, sitozinə uyğun adenin, guanin, sitozin. Buna uyğun nəqliyyat elintezi adenin qarşısında urasil, guanin qarşısında sitozin, sitozin qarşısında guanin, 7-də A variantı olur. Xəmirə qatılmış maya göbələyi aşağıda göstərilen hansı prosesi həyata keçirir? Biz bilirik ki, maya göbələyi şəkərli mühitdə, deməli buradan şəkər axtaracağıq. Həm də maya göbələyi şəkəri spirtə, bir də karbon qazına parçalayır. Buradan yenə də biz sonuçda spirt və karbon qazı tapırıq. C variantını görürsünüz, C2H5OH spirtdir. Bir yumurta əkizləri heyvanların bilavasitə hansı hüceyrələrindən başlanğıc götürür? Bir yumurta əkizləri heyvanların hansı hüceyrələrindən başlanğıc? Zigotdan başlanğıc. Bir yumurta əkizləri. Zigot bölünür blastomerlərə. Hansısa bir təsirdən o blastomerlər ayrılır. Blastomerlər olmasaydı biz zigot götürə bilərdik, amma blastomerlər var deyə blastomer götürürük.
blastomerlərdən başlanğıc götürəcək. Hətta buna aid bir sual var ki, deyir 5 yumurta əkizinin meydana gəlməsi üçün minimum neçə blastomer lazımdır? 8 blastomer lazımdır. Test belə bir test var. Yəqin ki, burada olacaq. Göstərilən qidalanma üsullarından harda qalmışdıq? Göstərilən qidalanma üsullarından hansı yalnız avtotrof qidalanma ilə əlaqədardır? Avtotrofa baxırıq, burada yalnız avtotrofun hemotrofu verilib. Çünki avtotrof qidalanma iki üsulundandır. Fototrof, hemotrof. Burada da hemotrofu verib. Parazit yastı qurduların təkamülü hansı yolla və hansı istiqamətdə? Parazitlərdə bir neçə orqan sadələşmişdir. Yəni, yoxa çıxıb, amma bu sadələşmə, yoxa çıxma o canlının xeyrinədir. Ona görə ümumi degenerasiya və bioloji tərəqqi, ümumi degenerasiya və bioloji tərəqqi ilə gedir. 11-də B variantı olur. Tərəqqi yüksəliş deməkdir. Yəni, parazit yastı qurduların sinir sistemi, həzm orqanları, ondan sonra hiss orqanları azalmışdır, yəni əhəmiyyətini itirmişdir, sadələşmişdir, amma bu onların xeyrinədir. Hüceyrəsinin qılafında selluloza olmayan əksər növ canlı hüceyrələrdə. Selluloza, hüceyrənin qılafında selluloza olmayan əksər növ canlılar, selluloza bitkilərdədir. Bu olsun, qoy heyvanlar. Heyvanlarda hansı proses baş verməz? Mənimlə, fotoperiodizm gün uzunluğuna qarşı cavab reaksiyası bu heyvanlarda var. Oksigenli parçalama əksər heyvanlarda var. Heterotrof heyvanların əksəriyyəti, ATF sintezi də var. Bütün canlılarda fotosintez əksər növ canlılar orqanizmdə baş verməz. Yəni, deyərsiniz ki, yaşıl Euglenovolvox, yəni əksər dediyinə görə onu götürürük. Hüceyrəsində sentriollar olan əksər canlılar orqanizmdə hansı proses baş verməz? Sentriol ali heyvanlardadır, yəni ali bitkilərdə yoxdur. Sentriollar olan əksər canlılar orqanizmdə baş verməz. İki qat mayalama baş verməz, çünki bu bitkilərdədir. 13-də cavab D variantı. 14. Torpaqda gedən proseslərdən hansı ali bitkilər üçün zərərlidir? Ali bitki üçün. Bax, çürümə bakteriyaları xeyirdir bitkilər üçün. Nitritlərin nitratlara çevrilməsi, bu da olsa pis olmaz. Azotlu birləşmə torpaqdan bitkilər tərəfindən udulması, biz hətta paxlallar fəsiləsində deyirik, bu xeyirdir. Torpaqda üzvü qallar minerallaşması, çünki bitki həmin o minerallardan istifadə edəcək. Nitratların azota qədər parçalanması, azot lazım deyil, yəni bitkilərə. O, ali bitkilər üçün zərərlidir, azot. Azotu havadan, yəni bakteriyalar udur və s. belə bir proses var paxlallarda. Cücərməkdə olan bitki toxumunun xarici mühitə buraxdığı karbon qazı miqdarının dəyişməsi hansı qrafikdə əks olunub? Bitki toxumu cücərərkən mənimlə nə qədər cücərirsə, bir o qədər karbon qazı xaric edəcək. Yəni, nəfəs alacaq, tənəffüs edəcək. Hətta sizə bir qeyd deyim ki, bitkilər, avtotrof qidalanan bitkilər, avtotrof qidalanan bitkilərdə belə bir xüsusiyyət var. Onlar toxum olanda, yəni cücərmə vaxtı heterotrof qidalanırlar. Adadovşanın diploid xromosom sayı 44-dür. Normal erkək adadovşanın dünyaya gəlməsi üçün hansı spermatozoid və yumurta hüceyrə arasında mayalama getməlidir? Adadovşanın 44-dür. Erkək adadovşanı üçün məməlilər sinifində erkək heterogametliyi var. Yəni, XY axtarmalıyıq burada. 44-ü 2 yerə böləndə 22 olur. Yəni, 22 xromosomlu spermatozoid, 22 xromosomlu yumurta hüceyrə gəlməlidir. Burada D variantına baxıram. 21 plus Y, yəni 22 eləyir. 21 plus X da 22 eləyir. 16-da cavab D variantı olacaq. Əgər mutasiyalar yalnız hüceyrənin bilavasitə sitoplazmasına baş verirsə, bunun aşağısı düşməyib, yəni, yoxsa? Yox. Əgər mutasiyalar yalnız hüceyrənin bilavasitə sitoplazmasında baş verirsə, deməli bu mutasiya sitoplazmada baş verirsə, bu mutasiyalar mənimlə adətən nüvəsi olanlardadır, məsələn, deyirik. Və bu sitoplazmada baş verirsə, deməli bu nüvəsiz hüceyrələrdə, prokaryot hüceyrələrdə deyirik. 17-də cavab B variantı olur. 18. Calaqaltını və calaq üstünü
ayrı-ayrı bitki sortlarına götürülməklə bağban yeni meyvə bitkisi yetişdiribsə, onda bu bitki calaqaltı, calaqüstü ayrı-ayrı bitki sortlarına götürülübsə, onda bu bitki ayrı-ayrı bitkilərdən götürəndə hibriddir. Biz nə demişdik? Zaten hibrid nə idi? Başqa-başqa sortların çarpazlaşması zamanı, hibridləşməsi zamanı alınan fərd hibrid adlanacaq. 19-a baxırıq. Bakteriyalar üçün doğru olanı göstərin. Bakteriyalar sporla çoxalır deyir. Əslində bakteriyalar əlverişsiz şəraitdə spora çevrilir. Yəni bu yanlış variantdır. Bunu həmişə elə spor görən kimi düzgün variant kimi götürülür. Amma yox, bakteriyalar sporla çoxalmır. Əlverişsiz şəraitdə spora çevrilir. Üzvü maddələri sintez etmirlər, edirlər, zülal sintez edirlər. Mitoxondriyada aktiv sintez edirlər. Biz bilirik ki, bakteriyalarda membranlı orqanoidlər olmur. Ona görə bu düzgün deyil. Çubuqvari formalı Holgi aparatına malikdirlər. Çubuqvari formalı Holgi aparatı bitkilərdədir, heyvanlarda tor şəkillidir. Yəni Holgi aparatı heç yoxdur bakteriyalarda. Avtotrof və heterotrof qidalanmanın bütün üsullarını istifadə edir. Bəs dedik ki, bakteriyalar 4 qidalanma formasının 4-ündən də istifadə edirlər. Süni seçmə həyata keçirilməyə başlamışdır. Bayaq birinci sualda hətta dedik ki, insanlar yarananda, yəni kromanyonlar yarananda süni seçmə başlayıb. Bu da gəlir düşür antropogenda 20-də B variantı olur. Bitkilər adətən nə ilə çoxala bilməz? Yarpağı ilə çoxalar, meyvəsini saxlayaq, meyvəsi ilə əslində çoxalar, amma baxaq, zoğu ilə, meyvəyanlığı ilə, kökü ilə. Meyvəyanlığı ilə çoxala bilməz. Əslində, məsələn, burada bitkilər adətən nə ilə çoxala bilməz? Meyvəsi, məsələn üçün, deyirik ki, albalını tutaq ki, toxumun əkmək istəyirsə, onun meyvəsini də əkirik, meyvəyanlığın daxili qatı. Burada cavab D variantı olacaq. Meyvəyanlığı ilə çoxala bilməz deyəcək. Bitkilər adətən çoxala bilməz yenə çiçək yanlığı ilə. Çiçəyi ilə ümumiyyətlə bitki necə çoxalsın? Çoxala bilməz. Çiçək yanlığı ilə. Yaşıl quşmamının sporundan cücərən yaşıl nazik sapın 3 qutucuq divarının, yaşıl sapın 3, qutucuq divarın isə 2 hüceyrəsinin xromosom dəsti. Yaşıl quşmamırı sporundan dediyinə görə spor haploiddir. Yaşıl nazik sap da haploiddir. Haploid 3 haploid hüceyrə olacaq 3-in. Qutucuq divarı isə mayalanmadan sonra yarandığına görə diploiddir. Bunu da 2 hüceyrəsinin. Diploidi də 2-yə vuranda 4 edir. 3 o, 4 o, 7 n olacaq. Yaşıl quşmamının sporundan cücərən yaşıl nazik sapın 2 yenə. Nazik yaşıl sap haploiddir, onun 2. Qutucuq divarının isə 3 hüceyrəsinin xromosom dəstinin cəmi. Qutucuq divarı diploiddir, bu da olacaq 6, bu da 2, 7, 8, yəni 8n olacaq 24-də D variantı. 25-ə baxaq. Daxilində qidalı mühit və oksigen qazı olan ağzı qapalı sınaq şüşəsinə heterotrof yolla qidalanan anaerob bakteriya salınıb. Yəni oksigensiz mühitdə yaşayan. Deməli, qidalı mühit və oksigen qazı var sınaq şüşəsində. Bura anaerob bakteriya salınıb. Yəni oksigensiz mühiti sevən canlı bakteriya. Bir müddətdən sonra bu sınaq şüşəsinin üzvü maddələrin oksigen qazının miqdarı nə cür dəyişər? Burada oksigenin önəmi yoxdur bu bakteriya üçün. Çünki bu bakteriya oksigen sevmir. Oksigen qazı sabit qalacaq. Üzvü maddələr isə heterotrof olduğuna görə bu canlı, yəni bakteriya, hazır üzvü maddələrin istifadə olunacaq. Ona görə üzvü maddələrin miqdarı azalacaq. Daha sonra 26-ya baxaq. 26-cı sual. Daxilində qidalı mühit və oksigen qazı olan ağzı qapalı sınaq şüşəsinə heterotrof yolla qidalanan aerob bakteriya salınıb. Bir müddətdən sonra bu sınaq şüşəsinə üzvü maddənin və oksigen miqdarı necə dəyişəcək? Bu canlı heterotrof olduğuna görə üzvü maddə də azalacaq. Aerob olduğuna görə oksigeni də istifadə edəcək, oksigen də azalacaq. Hər ikisi azalacaq. D variantı olacaq məmnun.
27. Qıcı protalının xromosom yığımı nə üçün haploid olur? Protal niyə haploid olur? Protal ümumiyyətlə nədən yaranır? Spordan yaranır. Spor da haploid olduğuna görə, ona görə protal da haploid olacaq. Baxaq görək nə üçün haploid olur? Spordan inkişaf etdiyi üçün, hətta açıqlamamızda da bilindi. Protonemanın xromosom yığımı nə üçün haploiddir? Elə protonema da spordan yarandığına görə, bax bu da spordan inkişaf etdiyinə görə 28-də cavab D variantı olur. 29-a baxırıq. Zigotu hər hansı bədən hüceyrəsindən fərqləndirən xüsusiyyət. Zigot bədən hüceyrəsi ilə əslində eynidir. Çünki bizim zigotumuz bədən hüceyrəmizə çevrilir. O biri bədən hüceyrələrindən fərqləndirən xüsusiyyət odur ki, zigot yeni orqanizmə başlanğıc verəcək. Amma mənim o biri bədən hüceyrələrim yeni orqanizmə başlanğıc verməyəcək. Yəni bölünəcəklər özünü, yəni mitoz bölünmə gedəcək, amma yeni orqanizmə başlanğıc verməyəcək. Hansı mülahizə səhvdir? İnsanda, baxaq görə hansı mülahizə səhvdir? Epidermis çoxqatlı epitel toxumasına əmələ gəlir. Bunu anatomiyadan bilirik, əzbərləyirsiniz. Epidermisin bütün hüceyrələri ölüdür deyir. Amma bu epidermis hüceyrələri ölüdür, düzdür. Amma bəzi hüceyrələri canlıdır. Bəzi hüceyrələri canlıdır. Və həmin o canlı hüceyrələrin sayəsində yeni epidermis hüceyrələri əmələ gəlir deyəcəyiz. Yəni, bu cavab yanlışdır. B cavabı yanlışdır. 31. Nəyə görə insan irsiyyatının öyrənməsi sitogenetik üsulda qanın eritrositindən istifadə edilmir? Sitogenetik üsulda məmlə xromosom sayının az-çox olması öyrənilir. Sitogenetik üsulun mahiyyəti odur. Biz də bilirik ki, eritrositdə nüvə yoxdur. Nüvə olmadığına görə xromosom da olmayacaq. Baxaq görə hansı variant düzgündür? Onlarda irsiyyatın maddi əsası olmur. İrsiyyatın maddi əsası da xromosomdur məndə. Qatır quyruğunun çoxalma mərhələsində yetişmiş sporlar hansı yolu ilə əmələ gəlir? Sporlar yadınızda saxlayın, haploiddir. Haploid də meyoz bölünmə yolu ilə əmələ gələcək. Düzdür, deyəcəksiniz, bütün haploidlər meyoz bölünmə yolu ilə əmələ gələcək. Yox, əslində. Əgər canlının bədəni ya da hüceyrəsi diploiddirsə, ondan əmələ gələcək hüceyrə haploiddirsə, deməli, meyoz bölünmədən əmələ gəlib deyəcəksiniz. Qlukozanın tam parçalanması zamanı elementlərinin nüvələrin tərkibində 264 proton olan karbon qazı molekulları əmələ gəlmişdir. Bu zaman əmələ gələn ATF molekullarında neçə makroergik rabitə olar? İndi bunu biz neçəyə baxırıq? 33-ə. 33-ü mən buradan eləyəcəm. Yazıb eləyəcəm. Lövhə açaq. Deməli, qlukozanın tam parçalanması deyir. 264 proton olan karbon qazı. Karbon qazının protonu 22-dir, səhv eləmirəmsə. Bir dəqiqə onu hesablayım. Əgər səhv yadımda qalmışsa 22-dir. 264-ü bölürük 22-yə. Edir 12 molekul karbon qazı. 12 molekul karbon qazı. Əmələ gəlmişdir. Bu zaman əmələ gələn ATF molekulu. Bu zaman görək nə qədər ATF molekulu əmələ gəlib. Biz də bilirik ki, normalda tam parçalanmada 6 molekul karbon qazı əmələ gəlir. Daha doğrusu 6 molekul karbon qazı əmələ gəlir. Bu zaman da 38 ATF əmələ gəlir. Vuraq 12-ni vururuq 38-ə, bölürük 6-ya. 76 ATF olur. Biz də bilirik ki, bir ATF-də 76. Bir ATF-də 2 makroergik rabitə olur fosfat turşusu molekulları arasında. Ona görə 76-nı 2-yə vururuq, cavab eləyir 152. Bu proton məsələsini müəllimlər yadınızda saxlayın. Məsələn, suyun protonu 10-dur, karbon qazın protonu 22-dir. Bunları yadınızda saxlayın. Adətən testdə verirlər, amma burada verməyiblər.
adətən mötərizənin içərisində verirlər. Sonra baxaq 34-ə. Qlukozla tam parçalanma zamanı yenə eyni məsələdir, amma burada ATF molekulu neçə adenin azotlu əsası olar? Mən bayaq tapdığım ATF-dir. Yəni ATF-də hər ATF-də bir adenin azotlu əsası olacaq. Biz də neçə tapdıq ATF-i? 76 tapdıq. Elə 76 da adenin azotlu əsası olacaq. 34-də D variantı. 35-ə baxaq. Yaşıl bitkilərdə olan zülallar. Zülallar nədir? Yaşıl bitkidə olan zülallar. Qazlar mübadiləsi zamanı havadan udulur? Yox. Köklər vasitəsilə torpaqdan sorulur. Köklər su və mineral maddələri sorur. Xloroplastda bilavasitə fotosintez nəticəsində əmələ gəlir? Yox. Zülallar fotosintezdə əmələ gəlmir. Ribosomlarda oksidləşmə prosesləri nəticəsində yaranır. Ribosomlarda yaranır, amma oksidləşmə deyil bu. Fotosintez məhsullarına sintez olunur. Və müəllimlər, biz 9-cu sinifin dərsliyində belə bir cümlə var ki, fotosintez nəticəsində üzvü maddələr əmələ gəlir. Sonra həmin üzvü maddələrdən digər üzvü, yəni qlukoza əmələ gəlir. Həmin o qlukozadan digər üzvü maddələr daha sonra sintez olunur. Hətta qaranlıq mərhələsində yaranan sadə karbohidratdan daha sonra müxtəlif polisaxaridlər, nişasta, selluloza, həmçinin digər üzvü birləşmələrdə sintez olunur. Yəni zülallar bitkidə fotosintez məhsullarına sintez olunacaq. Yaşıl bitkidə olan yağlar, digər üzvü maddələrin içərisində yağ da var. Bu da fotosintez məhsullarına sintez olunacaq deyəcəksiniz. 37. İnsanda ürək döyüntülərinin sayının ürək siklinin müddətindən. Ürək döyüntüsü nə qədər çox olarsa, ürək siklinin müddəti bir o qədər azalacaq. 37-də ona görə B variantı təsvir mütənasibdir. Verilən qrafikdə bir zülal molekulunun biosintez zamanı bu prosesdə iştirak edən maddələrin miqdarının dəyişməsi göstərilir. Zülalın tərkibində amin turşularının, biosintezdə iştirak edən fermentin, biosintez zamanı əmələ gələn suyun. İndi bu maddələr deyir hansıdır? Baxıram, 1 artıb, 3 artıb, 2 sabitdir. Bir də yadınızda bir şey saxlayın ki, bütün reaksiyalarda, yəni kimyəvi reaksiyalarda fermentlər iştirak edir. Amma fermentlər sadəcə kimyəvi reaksiyanı sürətləndirir, amma özləri istifadə olunmur. Ona görə də sabitdir. Bu sabiti götürürəm ferment. 2-ni ferment götürürəm. Amma zülalın tərkibində daxil olan amin turşu qalığı zülal sintezində zülalın tərkibində amin turşu artacaq. Bax, bir amin turşudur. Su molekulu da, zülal sintezində su molekulu da artacaq. Sizə bir şey deyim. Əgər desə ki, sərbəst amin turşusu azalacaqdır, amma zülalın tərkibindəki artacaq. Hüceyrədə zülal molekulunun biosintez zamanı bu zülalın tərkibinə daxil olan amin turşuları qalıqlarını və biosintezdə iştirak edən fermentlər. Yenə də fermentlər sabit qalacaq, amma zülalın tərkibindəki amin turşu artacaq. Baxaq, fermentlər sabitdir, amin turşu artacaq. 39-da cavab Y variantı olacaq. Hüceyrədə zülal molekulunun sintez zamanı ayrılan su və ferment. Biz nə dedik? Ferment sabit qalacaq, su artacaq. 40-cı sualda cavab B variantı olacaq. 41-ə baxırıq. Nə üçün şəkərli diabet zamanı xəstəyə insulin həblər şəklində verilmir? İğnə ilə əzələ daxilinə yeridilir. Bunu şəkərli diabet xəstələri daha yaxşı bilər. Baxaq görə niyə? İnsulin həzm sistemindən qanla böyrəkçilərə gələrək süzülür. Bu həbi ona görə vermirlərmi? Bu qalsın. Mədədə toplandığı üçün toplanmır. Həzm kanalından qanla qaraciyərə gedərək yad zülal kimi parçalanacaq. Niyə belə bir şey olsun ki? İnsulin mədədən limfaya keçərək, yox, limfaya mədədən keçmir. Həzm sistemində insulin parçalanar. Bax, düzgün cavab Y variantıdır. Həzm sistemində insulin parçalanacaq, yəni qana keçməyəcək. İnsanın baş beyin yarımkürələr qabığının sol hissəsində 10 milyard hüceyrənin sinir impulslarının ötürülməsində iştirak edə bildiyini qəbul etsək. Biz nə demişdik? Sinir sistemində 2 cür hüceyrə var. Neyronlar, peyk hüceyrələri. Sinir impulslarını ötürən neyronlardır. Onların ətrafında qidalanma, dayaq və müdafiə funksiyasını yerinə yetirən peyk hüceyrələrdir. İndi burada sinir impulslarının ötürülməsində iştirak edən dediyinə görə 10 milyard bu neyrondur.
Baş beyin yarımkürələri qabığı. Bu solda 10 milyarddır, sağda da 10 milyard. Topladıq elədik 20 milyard neyron 20 milyard. 20 miljardı da vururuq peyk hüceyrəyə. 200 milyard peyk hüceyrəsi oldu. Daha doğrusu sinir 200 milyard peyk hüceyrəsi oldu. Peyk hüceyrəsi ilə neyronu, yəni 20 miljardı topladıq, oldu 220 milyard sinir toxumasındakı hüceyrələr. Və cinsi xromosomu soruşduğuna görə bizdə hüceyrəmizdə, diploid hüceyrələrimizdə insanda hər hüceyrədə 2 cinsi xromosom var. 220 milyard hüceyrədə də 440 milyard cinsi xromosom olacaq. Düzgün cavab Y variantı olacaq. Sonra 43-cü sual. İnsanın baş beyin yarımkürəli qabığının hüceyrələrində 440 milyard cinsi xromosom var. Digər testin əksidir məndə. Qabığın sol hissəsində neçə hüceyrə sinir impulslarının ötürülməsində iştirak edər? İndi baxaq görək hüceyrələr tapaq. 440 milyard cinsi xromosom varsa, 220 milyard hüceyrə var. 220 milyard hüceyrənin neyronu tapaq. Bölürük 11-ə. 200 milyard neyron tapırıq və həmin sol hissə dediyinə görə onu bölürük 2 yerə, elədi 10 milyard, 20 milyard tapırıq, onu bölürük 10 milyard, yəni neyron tapırıq. 43-də cavab D variantı oldu. 44-də baxırıq. Xəttlərarası hibridləşmə nəticəsinə əmələ gələn və Rüşeymin xromosom dəsti heksaploid olan çeşi bitki haqqında verilənlərdən hansı doğrudur? Xəttlərarası hibridləşmə olub və Rüşeymin, yəni yerin yaranan canlının xromosom dəsti olub 6. Baxaq. Heterozis effekti müşahidə edilməz. Əslində xəttlərarası hibridləşmədə heterozis effekti, yəni heterozis effekti nədir? Yüksək məhsuldarlıqlı sortlar alınır. Endosperm hüceyrəsinin xromosom dəsti 6N'dir. Yox. Canlı 6N-dirsə endospermi 9N olacaq. Bu deyil. Qametlərin xromosom dəsti haploid olar. Qametlərin xromosom dəsti 3N olar. Xromosom dəstində resessiv A geninin miqdarı 2-dən çox ola bilər. Bəli, heksaploiddirsə, resessiv A geninin miqdarı 2-dən çox ola bilər. Çünki diploiddə resessiv A geninin miqdarı məsələn 1 olacaq, amma heksaploiddə daha çox olacaq. 44-də cavab D variantı. Rüşeym hüceyrəsinin endosperm hüceyrəsinin xromosom dəstələrinin cəmi 9N'dir. Yox, elə tək başına endosperm 9N'dir. Tetraploid çiçəkli bitkinin bunu yazaq, məsələdir. Lövhəyə keçək. Qırx beşə baxırdıq, səhv eləmirəmsə. Tetraploid çiçəkli bitkinin heksaploid bitkinin tozcuğu ilə tozlanıb. Deməli, tetraploid deməli dişidir. 4N. Heksaploid erkək. Niyə? Çünki deyir tozcuğu ilə. 6N. Heksaploid erkəkdir. Çünki deyir ki, tetraploid çiçəkli bitki heksaploid bitkinin tozcuğu ilə. Yəni tozcuq deyirsə erkək bitki heksaploiddir. Alınan hibrid toxumun rüşeym hüceyrəsində rüşeymi tapmaq üçün müəllimlər bunu qametə gətiririk, olur 2N. Bunu da qametə gətiririk, olur 3N. Buradan rüşeym oldu 5N. Endosperm hüceyrəsi. Endosperm nə deməkdir? Dişinin elə özü qədər 4N. Erkəkdən də qamet gəlir, yəni 3N. Bunun da endosperm olacaq 7N. Cavab A variantı olacaq 45-də. Sonra 46-ya baxırıq. 46-da bağırsaq xəstəlikləri törədicilərin hansını antibiotiklərlə məhv etmək mümkün deyil. Antibiotiklə müəllimlər biz bilirik ki, bakteriyaları məhv etmək olur. Burada da öküz soliteri qurtdur, parazit qurtdur. Bunu antibiotiklə müalicə etmək mümkün deyil. Əgər ata 1-ci qan qrupuna, ana 4-cü qan qrupuna malikdirsə, ana bətnində inkişaf edən qızın göbək ciyəsinə axan qan qrupuna aid ola. Qan hansı qrupa aid ola bilər?
ata birinci qan qrupdursa, ana dördüncü qan qrupdursa, övladı olacaq A0 ya da B0, yəni ikinci və dördüncü qan qrupu olacaq. Ay, üzürlü sayın. İkinci və üçüncü dedim də, hər səfər elə bildim 4 dedim. İkinci və üçüncü qan qrupu olacaq övlad. Burada göbək ciyəsində axan qan dediyinə görə, göbək ciyəsində övladın, daha doğrusu bətndaxili fərdin göbək ciyəsində o fərdin, yəni övladın qan qrupu hərəkət edir. Ona görə də bu göbək ciyəsində axacaq ikinci və ya üçüncü qan qrupu. Əgər cift desəydi, cift ananın qan qrupunu daşıyardı. Əgər qapalı mühitdə bitkidə fotosintez zamanı qlükoza miqdarı artırsa, onları əhatə edən havada oksigen, karbon qazı necə olar? Qlükoza nə vaxt artar? Fotosintezdə ətrafdakı oksigenin miqdarı artacaq, karbon qazı miqdarı azalacaq. 48-də cavab A variantı olacaq. 49-a baxaq. Qadında baş beyin yarımkürələr qabığının sol hissəsində hüceyrələrin sayı n. Yarımkürələr qabığındakı autosom xromosom. Deməli, sol yarımkürədə n-dirsə hüceyrə, sağ yarımkürədə n olacaq 2n və autosom xromosom dediyinə görə biz bilirik ki, insanda 46 xromosom var, onun 44-də autosomdur. Və 2n-i 44-ə vuranda edəcək 88n. 49-da cavab D variantı. 50-yə baxaq. Kişidə baş beyin yarımkürələr qabığının sol hissəsində hüceyrələrin sayı n, yarımkürələr qabığının autosom xromosom sayının cəmi. Yenə də elə eyni şey deməlilər. 50-də cavab A variantı olacaq. Dənəvər teldə, dırnaqarası yazıb dənəvər tel. Dənəvər sözü xondriondur. Tel də mitozdur, yəni mitoxondri deməkdir. Azotda əsaslanan növ sayının nukleotid növünə bərabər olduğunu söyləmək olarmı? Dənəvər teldə mitoxondridə həm DNT var, həm RNT var. Ona görə burada azotlu əsas 5-dir, nukleotid 8-dir. Ona görə bərabər deyil deyəcəyik. Olmaz, çünki onda hər iki nukleotid olduğu üçün 5 azotlu əsas 8 nukleotid olur. Şəkildə bitki hüceyrəsinin iki orqanoidi arasında gedən maddələr mübadiləsinin prosesi göstərilib. Bunlar arasında rəqəmlə işarə edilmiş hansı maddələrin mübadiləsi baş verəcək? Mitoxondri və xloroplast arasında maddələrin mübadiləsidir. Görək nə olacaq? Mitoxondridən xloroplasta nə gedir? Görək. Mitoxondri hüceyrə daxili tənəffüs edir, oksigen alıb karbon qazını xaric edir. Xloroplast da o karbon qazını istifadə edib oksigen və qidalı maddələr hazırlayacaq. Mitoxondridə tənəffüs edərkən su və karbon qazını xaric edəcək. Yəni 52-də cavab A variantı olacaq. 53-ə baxaq. Xemosintezləyici orqanizmlərə aid olmayan. Xemosintezləyici kimdir? Bakteriyadır. Xloroplastlara malik olmaq, xloroplast yoxdur bakteriyada, 53-də 1. Nuklein turşusuna malik olmaq, bəli, bakteriyalarda nuklein turşusu var, DNT də var, RNT də var. Yalnız günəş enerjisini istifadə etmək, xeyr, biz dedik ki, bakteriya həm də xemosintez edir. ATF sintez etmək, bəli, canlıdırsa ATF sintez edəcək. Meyoz bölünmə yoxdur bakteriyalarda, heç mitoz da yoxdur. Zülal sintez etmək də var. Düzgün cavab 53-də oldu, 1, 3, 5. Nümayəndələri yalnız heterotrof qidalanma tipinə malik canlı aləmin növləri üçün doğrudur. Heterotrof ribosoma malikdir. Nümayəndələri yalnız heterotrof olsun. Ribosom hamıda var. Ona görə biri götürürük. Xloroplast heterotroflarda yoxdur. Bir və ya çox hüceyrəli olar, olar. Kökləri olur, yalnız heterotrof deyirsə, məsələn bu göbələk olar, göbələyin kökü yoxdur. Kapsid əmələ gətirir. Kapsid deyirsə virus deyir. Virusu götürürükmü? Yox, götürmürük. Canlı aləmin növləri üçün nümayəndələri yalnız heterotrof qidalanma virus parazitdir. Əsasən qeyri-cinsi yolla çoxalır. Nümayəndələri yalnız heterotrof qidalanma əsasən qeyri-cinsi, hə.
Göbələklərdirsə, bəli, əsasən qeyri-cinsi yolla çoxalır, yəni sporla çoxalır ya da mitselli hissələrə bölünməklə çoxalır. 54-də onda cavab oldu 1, 3 və 6. Antibiotiklər haqqında düzgün mülahizə. Yalnız insanların müalicəsində, hal-hazırki dövrümüzdə isə heyvanlar da, yəni bitkilər də bəlkə də müalicə edirlər. Əsasən mikroorqanizmlərdən alınan xüsusi maddələrdir. Bəli, antibiotik mikroorqanizmlərdən alınır əsasən. Yalnız bakteriyalardan alınır. Bakteriyalardan yox, hətta biz bilirik göbələklərdən də alınır. Penisilin göbələyindən. Penisil göbələyindən daha doğrusu. Mikroorqanizmin daha davamlı formalarının yaranmasına səbəb ola bilər. Ola bilər bu. Hərəkət verici seçmədə deyirdik. Mikroorqanizmin inkişafının qarşısını ala bilən maddələrdir. Bəli. Viruslara birbaşa öldürücü təsir edir. Xeyr, antibiotik biotik dediyinə görə viruslara təsir etmir. Yəni antibiotik. Yəni qrip filan olanda biz antibiotik istifadə etməməliyik. Çünki onsuz da virusları öldürmür. 55-də cavab oldu 2, 4, 5. 56. Xərçəng şişi hüceyrələrinin normal hüceyrələrdən fərqlənir. Xərçəng şişi hüceyrələr əslində bizim normal hüceyrələrimizdir. Amma bəzi xüsusiyyətinə görə fərqlənir. Keyfiyyət tərkibinə görə fərqlənmir. Yəni, hətta deyirik ki, eyni hüceyrələrdəndir. Daha çox şəkər istifadə edir, bəli. Xərçəng şişi daha çox şəkər istifadə edir. Nüvələrinin ya çox böyük, ya da çox kiçik olmasına görə, bəli, bu da düzgündür. Nəzarətsiz bölünür, bəli. Deməli, normal hüceyrədən fərqlənir. Nəzarətli bölünmə yazılıb. Yox, nəzarətsiz. Bu səhvdir. Nəzarətli yox, nəzarətsiz. İlk yarandığı yerdən yayılaraq digər yerlərə rişələr atır. Rişə atdığına görə xərçəng adlanır. Bu, mən nəzarətsiz oxudum. Nəzarətli imiş. 2, 3 və 5 düzgün cavab oldu 56-da. 57-yə baxaq. Şirin su hidrasının şəkildə göstərən proses müşahidə olunub. Burada görürük ki, müəllimlər, qütblərə tam xromosomlar çəkilir. Deməli, meyoz 1-dir. Deməli, xarici qatdan əmələ gələn ixtisaslaşmış hüceyrələrin növ sayı artıb. Müəllimlər, biz bilirik ki, şirin su hidrası əlverişsiz şəraitdə xarici qatında 6 hüceyrə müxtəlifliyi olur. Yəni, bir yumurta hüceyrə və spermatozoiddə olur. Konjugasiya prosesi gedib, bəli, yəni meyoz gedibsə, konjugasiya da gedib. Mühit şəraiti əlverişlidir, əksinə əlverişsizdir. Gen sahəsinin mübadiləsi olub, bəli, meyozdur. Ektodermada cəmi 4 növ ixtisaslaşmış hüceyrə olur, yox, 6 növ. Yalnız somatik hüceyrə əmələ gəlir, yox. Cinsiyyət hüceyrəsi əmələ gəlir. 58-ə baxaq. Sxemdə göstərilən diploid bitkidən hansında seleksiya işində fərdi seçmə tətbiq olunur? Müəllimlər, biz bilirik ki, fərdi seçmə öz-özünə tozlanan bitkilərdə olur. Baxın, 3-cüdə erkəcik və dişicik eyni çiçəkdədir. Yəni, bu öz-özünə tozlanmadır. Fərdi seçmə, seleksiyada keçirik. Askarit sürfəsinin insan orqanizmə düşəndən sonra ağciyərlərə normal miqrasiya zamanı qanla keçdiyi damarların düzgün ardıcıllığı. Askarit insan orqanizminə düşdü. Görək, hansı ardıcıllıqdan gedir? İnsan orqanizminə düşdü, mədə, bağırsaq, bağırsaqdan çıxdı, bağırsaq venası ilə gedəcək birinci qaraciyər venasına. Qaraciyərin qapı venasına. Qaraciyərin venasından gələcək aşağı boş venaya. Aşağı boş venaya. Oradan aşağı boş venadan ürəyin sağ qulaqcığına, ürəyin sol qulaqcığına, ürəyin sağ qulaqcığına, sağ mədəciyinə, keçməlidir kiçik qan dövran damarına, oradan ağciyər arteriyasına, ağciyər arteriyasından isə öskürək yaradır, yəni qıcıqlanma yaradır insan ağciyərində, bəlğəmlə gəlir ağız boşluğuna və qan burada bitir. Yəni, həm kiçik qan dövranda, həm də böyük qan dövranda iştirak edir. 60-a baxaq.
Toyuğun somatik hüceyrəsində avtosom xromosom sayı 76-dır. Bütöv hüceyrəsində deməli 78 xromosom var. Bu orqanizmdə bir hüceyrənin, toyuq deyirsə dişi, meyoz bölünməsi zamanı yetişmə zonası sonunda əmələ gələn bütün yönəlci cisimlərdə xromosom sayının cəmi. Bir hüceyrə bölünür 4 hüceyrə əmələ gəlir. Biri yumurta hüceyrə olur, 3-ü yönəlci cisim. Yönəlci cismin xromosom sayı haploiddir, yəni 39-dur. 3-ü 39-a vuranda cavab verir 117. Neyronların sayı X-dır. X və Y soruşur. Autosom xromosom sayı. Buradan gedək. Cinsiyyət xromosom sayı. Neyronların sayını deməli B çıxsın A fərqini hesablayırıq. Autosom xromosom sayı 1320-dirsə, neyron somatik hüceyrədir. 1320-ni bölürəm mən insanın autosom xromosom sayına, yəni 44-ə. Deməli, alıram 30 neyron. 30 neyronda bir neyronda 2 cinsiyyət xromosomu varsa, 30 neyronda da 60 cinsiyyət xromosomu olar. A 60-dır. Digərinə baxırıq. 1760-ı bölürük yenə 44-ə. 40 neyron tapırıq. 40 neyronda da 2 cinsiyyət xromosom varsa, B-ni də tapırıq 80. 80-dən 60-ı çıxanda cavab edir 20. 62-yə baxırıq. Yenə neyronlar sayı cinsiyyət xromosom, autosom xromosom. B bölünsün Y. Bunu yazmaq istəyirəm müəllimlər. Yazaq bunu lövhədə. Deməli, neyronun sayı 100-dür. Cinsiyyət xromosomların sayı A, autosom xromosom sayı B. Bir hüceyrədə 2 cinsiyyət xromosom varsa, 100 hüceyrədə də A olacaq 200 cinsiyyət xromosomu, B olacaq 400 4400. 100 hüceyrədə autosom xromosom sayı 4400. Sonra digərində, aşağıdakı neyronda cinsiyyət xromosomu 100-dürsə, bir hüceyrədə 2 cinsiyyət xromosom var. 100-ü bölürük 2-yə, 50 neyron tapıram. Yəni, X-i tapdım 50'yi. Və 50 hüceyrədə 50-ni də vururam 44-ə. 2200-də 2200 Y-i tapıram. İndi mənə deyir ki, B bölünsün Y. Nə edəcəm? 4400-ü bölürəm 2200-ə. Cavab edəcək 2. Düzgün cavab 62-də 2-dir.